Salam uşaqlar. Deməli, kondensatorların enerjisini dedik. Sonra ardıca kondensator sabit gərginlik mənbəyi ilə birləşdirəndə hansı proseslər baş verir, onlardan danışdıq. İndi sonuncu məsələmiz qalıb ki, kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyi ilə ayrılıb. Bax, burada önəmli söz budur. Yüklendikdən sonra mənbədən ayrılıb. Bax, bu sözə çox diqqətli olmaq lazımdır. Bəzən belə yazırlar. Deyirlər ki, kondensator sabit gərginlik mənbəyinə birləşdirilib, sonra vergül qoyur və yükləndikdən sonra ayrılıb. O birləşdirilib sözünə qədər oxuyursansa, bayaq dediklərimi, yəni bundan öncəki izahda dediklərimi eləyəcəyik. Amma o cümləni bütöv oxumaq lazımdır. Tam oxumaq lazımdır ki, axırda bəlkə yazıb ki, sabit gərginlik mənbəyindən ayrılıb. Əgər ayrılıb yazıbsa, başqa məsələlərə baxasıyıq. İndi hal-hazırda baxaq görək, kondensator yüklənib mənbədən ayrılıbsa, onda nələr sabit olur və necə olur? Birinci haldan başlayaq. 1. Yükləndikdən sonra ayrılıbsa, deməli yük sabitdir. Q bərabər konstant. Bunu yaddan çıxarmırıq ki, bu yarımbaşlığın əsas məsələsi Q konstant olduğunu təyin edə bilməkdir. Q konstantsa, onda belə çıxır ki, bu yükün heç bir asılılığı yoxdur. Kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılıbsa, onda yük gərginlikdən asılı deyil, tutumdan asılı deyil. Epsilon dielektrik nüfuzluğundan asılı deyil, sahədən və məsafədən heç birindən bunun asılılığı yoxdur. Qısası yükü dəyişdirmirsən. Keçək indi ikinci məsələyə. Q konstant olduğu halda, yəni yükləndikdən sonra mənbədən ayrılmış halda, baxaq görək, gərginlik necə tapılır? Lövhələr arasındakı gərginlik. Deməli, bu gərginliyi biz tapasıyıq. U bərabərdir. Düsturumuz Q böl S ilə. Q sabit olduğuna görə Q-yə dəymirəm. S-ni açıram. Epsilon 0 S, D də qalxır yuxarı. Onda mən nə edə bilərəm? Baxaram qrafiklərimə. Deyirəm ki, mənim gərginliyim S-dən, epsilondan və S-dən tərs asılıdır gördüyümüz kimi və gərginlik təkcə D-dən düz asılıdır. Deməli, baxın, burada S, epsilon, S bunlar məxrəcdədir deyə asılılığımız olacaq tərs, təkcə D surətdədir deyə asılılığımız olacaq düz. Salam, bitdi, getdi. Bunlardan asılılığımız tərs, bundan asılılığımız düz. Bu məsələni araşdırdıq. Keçdik üçüncü məsələyə. 3. Yenə yükləndikdən sonra mənbədən ayrılmış kondensator üçün bu dəfə elektrik sahəsinin intensivliyi. Sadəcə mən bura intensivlik yazacağam. Yəni lövhələr arasındakı sahənin intensivliyi. Yazıram Y bərabərdir. Düsturum U böl D. U-nu açmaq lazımdır. Çünki burada U sabit deyil. Q bölünsün S, bir dənə də D var idi yanında. İndi isə S-ni də açırıq. Bax, diqqətli olmaq lazımdır. Epsilon 0 S böl D, bir dənə də D burada var idi. İndi fikir verin. Bu D ilə bu D ixtisar getdi. Onda mən nə alıram? Alıram Q bölünsün epsilon 0 S. Deməli, yekun ifadədə mənim üçün D qalmayacaq. Onda belə çıxır ki, intensivlik S-dən, yəni ümumi tutumdan tərs asılılıq var. Epsilondan tərs asılılıq var. S-dən tərs asılılıq var. Amma bizim intensivliyimiz məsafədən asılı deyil. Bu asılılıqlara tərs çəkdim. Bundan isə asılılıq yoxdur. Bax, bu qrafikə diqqət. Deməli, Q konstant olanda intensivlik məsafədən asılı deyil. Keçdik növbəti məsələmizə. 4. İntensivlik dedikdən sonra biz artıq gəlməliyik enerjiyə, sonra isə enerji sıxlığına. Yenə yükləndikdən sonra mənbədən ayrılmış kondensator üçün, Q konstant üçün deməli kondensatorun enerjisi, yəni elektrik sahəsinin enerjisi. Kondensatorun enerjisi. Elə bir düstur götürməliyəm ki, içində Q və S olsun.
W bərabərdir. Q kvadratı bölünsün 2C. C-ni mütləq açmaq lazımdır. Yazıram 2 epsilon epsilon 0 S. Burada böl D'dir. Bu D yuxarı qalxacaq. Onda alacağım bu D-ni də yuxarıya. İndi gəlin asıllıq qrafiklərinə baxaq. Görürəm ki, kondensatorun enerjisi W D-dən düz asılıdır. Digər kəmiyyətlərdən isə epsilondan və S-dən, o cümlədən C-nin özündən tərs mütənasib asılıdır. Bunu da yazdıq bu şəkildə. Bunlardan tərs, D-dən isə düz asıllığımız var. İndi gəldik sonuncu bir məsələmizə. Bax, bu məsələ artıq diqqətli olmamız lazım olan məsələdir. Yenə kondensator yükləndikdən sonra mənbədən ayrılıb. Bu zaman baxırıq kondensatorun enerji sıxlığına. Yəni kiçik W-ya. Bax, bunun düsturunun çıxarılışına çox diqqətli olmaq lazımdır. Yazıram, kiçik W bərabərdir. Böyük W böl V. V-ni mən həmişə açıram S vur D şəklində. Böyük W-ni necə yazacağam? Q kvadratı böl 2C. Yaxşı, gəlin indi. Q kvadratı bölünsün 2. C-ni açıram. Epsilon, epsilon 0 S, D qalxır yuxarı. Bölünsün S, D. Sonra nə etməliyəm? Yazıram Q kvadratı D. Buradakı kəmiyyətlərin hamısı, bax bu kəmiyyətlərin hamısı gəlir aşağıya. Gətirirəm onların hamısını aşağıya. 2 epsilon, epsilon 0 S, vur S, vur D. Sonra nəsə ixtisarım varsa eləyirəm. Bunu atdım, bunu atdım. Və yekun olaraq belə bir ifadə alıram. Q kvadratı bölünsün 2 epsilon, epsilon 0 S-in kvadratı. Və gördüyümüz bu ifadə yekun olaraq Q konstant şərtində enerji sıxlığının ifadəsi oldu. İndi gəlin biz əsas məsələ olan qrafiklərə keçid eləyək. Görürəm ki, enerji sıxlığım balaca W, baxın, epsilondan və S-dən tərs asılıdır. Və balaca W D-dən asılı deyil. Buna diqqətli olaq. Epsilonun S-dən tərs, D-dən asılı deyil. Yəni, burada da artıq diqqət eləməyimiz lazım olan ifadə Q bərabərli konstant şərtində enerji sıxlığının məsafədən asılı olmamalıdır. Yəni, bunu da dediyim kimi əzbər yadda saxlaya bilərsiniz. Yaxşı, gəlin, baxaq görək bunu testlərə necə tətbiq edirik. Belə. Deməli, ilk olaraq məsələnin şərtini diqqətlə oxuyursunuz. Yüklənərək cərəyan mənbəyindən ayrılmış. Yazırsınız Q bərabərdir konstant. Lövhələrin arası dielektrik nüfuzluğu 2 olan dielektriklə doldurulmuş kondensatorun elektrometrə birləşdirilmişdir. Bir məsələyə baxaq. Elektrometrik nəyə ölçür elektrometr? Potensiallar fərqi və ya gərginliyi, U-nu. U bərabərdir. Düsturumuz Q bölünsün C. Gəlin C-ni açaq. Epsilon, epsilon 0 S, D-də qalxır yuxarı. Gördüyünüz kimi epsilon məxrəcdədir. Yəni gərginliyim epsilondan tərs asılıdır. Lövhələr arasında dielektriki çıxardıqda, yəni bunu artıq buradan götürürsənsə sən, məxrəc azalır, avtomatik U-nun qiyməti artacaq, elektrometrin qiyməti artacaq. Vəssalam. Sonra keçəsik növbəti məsələmizə. 3. Yenə eyni şərt verib, yüklənərək cərəyan mənbəyindən ayrılmış. Yazırıq Q bərabərdir konstant. Bundan sonra deyir ki, lövhələr arasındakı məsafəni 2 dəfə azaldanda elektrometrin göstərişi. Elektrometr U-nu ölçürdü. U bərabərdir Q böl C. Q bölünsün. C-ni açacağım. Epsilon, epsilon 0 S böl D qalxdı yuxarı. Gördük D-dən düz asıllıq var. Deməli, bu D-ni 2 dəfə azaldan kimi avtomatik U-da 2 dəfə azalacaq. Salam, B variantı doğrudur. Keçdik 5. Yükləndikdən sonra gərginlik mənbəyindən ayrılmış. Yenə deyirsən Q bərabər konstant. Sonra deyir W D-dən necə asılıdır? Enerji bərabərdir. Q kvadratı böl 2C yazırsan. Q kvadratı bölünsün 2. C-ni açırsan epsilon, epsilon 0 S böl D qalxır yuxarı.
Gördüyümüz kimi D-dən düz mütənasib asıllıq var. Keçdik 7-yə. Sabit gərginlik mənbəyinin açılmışdır. Yenə də Q bərabər konstant deyirsən. Lövhələr arasındakı məsafəni D-ni 1,4 dəfə artırdıqda elektrik sahəsinin intensivliyi necə dəyişir? Y bərabərdir U böl D. Bax, bu düsturdan asıllıq götürmək olmaz. Çünki burada U konstant deyil. U-nu açmaq lazımdır. Q bölünsün C vur D. C-ni də açmaq lazımdır. Epsilon epsilon 0 S böl D vur D. Gördün, D-lər ixtisar getdi. Qaldı Q bölünsün epsilon epsilon 0 S. D ixtisar gedib deyə deyirsən dəyişməz. Bu testdə diqqət. Gördüyünüz kimi burada dəyişməz cavab alındı. Keçdik 9-a. Yükləndikdən sonra mənbədən ayrılıb yenə Q bərabər konstant yazırsınız. Məsafə 2 dəfə azaldıqda deyir. Deməli, D-ni mən 2 dəfə azaltmışam. Onda gərginlik yazıram U bərabərdir Q böl C. C-ni açıram epsilon epsilon 0 S böl D qalxır yuxarı. D-ni 2 dəfə azaldanda avtomatik U da 2 dəfə azalır. Cavab B. Sonra 11. Yenə də yüklənmiş, baxın kondensator yüklənmiş və gərginlik mənbəyinin ayrılmışdır. Yenə Q bərabər konstant deyirsən. Q konstant olduqdan sonra lövhələr arasındakı məsafəni 1,4 dəfə artırdıqda deyir. D-ni deyir 1,4 dəfə artırsam. Kondensatorun enerjisi W bərabərdir CU kvadratı ilə gedə bilmərik. Çünki burada Q sabitdir. Q kvadrat bölü 2C. Q kvadrat bölünsün 2 epsilon epsilon 0 S böl D qalxır yuxarı. İndi məsafəni artırmışam 1,4 dəfə. Məsafə artıbsa avtomatik enerji də artmalıdır. Çünki düz asıllıq çıxıb 1,4 dəfə artar A variantı. Sonra 13. Enerji və intensivlik. Hər ikisinin düsturunu çıxarmaq lazımdır. Enerjinin düsturunu bu aşağıda çıxarıram. W bərabərdir Q kvadrat bölü 2C. Q kvadrat bölünsün 2 epsilon 0 S D də qalxır yuxarı. İntensivlik Y bərabərdir U böl D-dir. U-nu açıram Q böl C şəklində. Vur D. Q bölünsün C-ni açıram epsilon 0 S böl D vur D. D-lər gedir. Onda mən intensivlik üçün aldım. Q bölünsün epsilon 0 S. Deməli, enerji üçün aldım. Q kvadratı D bölünsün 2 epsilon 0 S. Lövhələr arası məsafə ilə düz asılıdır. Bu birinciyə aiddir. Gördüyünüz kimi D var düsturun içindəki. Lövhələr arası məsafədən asılı deyil. 3 bura aiddir. Asılı deyil. Çünki D qalmadı. Lövhələr arasında dielektrik daxil etdikdə azalır. Bura diqqət eləyək. Hər ikisində epsilon məxrəzdədir. Onda dielektrik daxil eləyəndə azalacaq. Onda bunu yazırsan ortaya. 2-ni yazırsan ortaya. Lövhələrin sahəsi ilə tərs mütənasib asılıdır. Görürük ki, hər ikisində sahə məxrəzdədir. Yəni, hər ikisi ilə tərs asılıdır. Onda 4-ü də yazırıq ortaya. 2, 4 ortadadır. 1, 3 şəklində cavab B olmuş olacaq. Mütləq hər dəfə düsturu çıxarmaq lazımdır. Burada şərtdə heç nə deməyib, deyir UD-dən düz asılıdır. Biz baxmalıyıq ki, UD-dən nə vaxt düz asılıdır lövhələrin sahəsi sabit olanda. Deməli, U bərabərdir, düsturumuz Q böl C-dir. Açsam Q bölünsün epsilon 0 S böl D, D qalxır yuxarı. Burada asıllığın düz çıxmağından ötürü bu sabitdir, bu sabitdir, S-i sabit verib. Mütləq Q-də sabit olmalı. Deməli, Q bərabər konstant şərtidir bu. Yenə deyirəm, bu başlığın altında onsuz da hamısı Q bərabər konstantdır. Amma ümumi sınaqda bunu sən özün tapmalısan. Deməli, Q sabit şərtidir. Q D-dən necə asılıdır? Heç bir şeydən asılı deyil. D variantı doğru olmuş olacaq. Bax, U-nun D-dən asıllıq qrafikini qurubsa, sən düsturdakı başqa hər şeyə sabit verməlisən. Yoxsa asıllıq qura bilməzsən. Ona görə mütləq Q sabit olmalıdır. Keçdik 17-yə. İntensivliyin sahədən asıllığı nətər olacaq? Deyirsən, yenə yükləndikdən sonra mənbədən ayrılıb Q bərabər konstant deyirsən, hər dəfə bunu yaz. Y bərabərdir U böl D. Bu düstura əsasən asıllıq çıxarmaq olmaz. Mütləq U-nu açmaq lazımdır. Q böl C vur D. Q bölünsün. C-ni açırsan epsilon 0 S böl D vur D. D-lər getdi. Gördüyün kimi sahə məxrəcdədir. Ona görə sahədən asıllığın tərs olacaq.
19. Yenə yükləndikdən sonra mənbədən ayrılıbdır. Q bərabər konstantdır. Elektrik sahəsinin enerji sıxlığının lövhələr arasındakı məsafədən. Çox gözəl. Sıxlıq məsələsi varsa bu məsələ ucu maraqlı olur. Yazırsan, kiçik W bərabərdir. Böyük W böl V. Böyük W-ni açırsan. Q kvadratı böl 2S. V-ni açırsan, S vur D şəklində bərabərdir. Yazıram, Q kvadratı bölünsün 2. S-ni açıram epsilon. Epsilon 0 S. Bax, D-si qalxır bu yuxarı. Burada yazıram SD. Avtomatik mən burada bu D ilə bu D-ni ata bilirəm. Onda qalır Q kvadratı bölünsün 2 epsilon epsilon 0 S-in kvadratı. İndi sənə deyib ki, lövhələr arasındakı məsafədə, mən bayaq sizə dedim ki, təkcə bu halı əzbərləmək olar. Deməli, D-dən asıllıq yoxdur. Yəni, asıllıq olmayan halı hər 2 dənə xüsusi halda da onları əzbərləmək olar. Digərlərini yox. Deməli, burada cavabımız Y variantı düz olacaq. Keçdi 21-ə. Deyir, Q D-dən asılı deyil. Bu o deməkdir ki, Q bərabər konstant. Bu zaman deyir, Y D-dən necə asılıdır? İntensivlik. Yazıram, Y bərabərdir. U böl D. U-nu açıram, Q böl S vur D. Q bölünsün. S-ni açıram, epsilon, epsilon 0, S böl D vur D. D-lər gedir. Gördüyünüz kimi D qalmadı üstüdə. Cavab Y variantı olmuş olacaq. Y nə idi? D variantı olmuş olacaq. Sonra gəldi 23-ə. Deyir ki, yükləndikdən sonra gərginlik mənbəyinin açılır. Yəni Q bərabər konstant. Lövhələr arasındakı məsafəni artırdıqda, deyir, D-ni artırdıqda S və U necə dəyişir? S bərabərdir. Epsilon, epsilon 0, S böl D. D-ni əgər artırıramsa, avtomatik S azalır. Bunu tapdım. U bərabərdir. Q bölünsün S-yə görə. S-ni azaltmışamsa, avtomatik mənim U-mun qiyməti artmalıdır. Cavab olacaq C variantı. Keçdik 25-ə. 25 kondensatorların paralel birləşdirilməsinə aiddir. Hələ ki onu deməmişik, amma belə həllinə baxaq. Kondensatorları paralel birləşdirəndə ümumi tutum tapmaq üçün S bərabərdir. S0 üstəgəl S0. Yəni, burada ümumi S-miz 2 dənə S0 qədərdir. İkincidə isə bura epsilon bərabərdir 3 olan dielektrik daxil olunur. Biz bilirik ki, bizim S-miz epsilon, epsilon 0 S böl D-dir. Bu epsilon 0 S böl D ilə hava kondensatorun tutumudur. Bu da olur epsilon vurulsun S0. Epsilon da 3-dürsə, deməli, bura 3 dənə S0-dır. Onda mən burada ümumi tutumu tapsam, S bərabərdir. S0 plus 3S0, yəni 4 dənə S0 olacaq. Başqa sözlə, mənim tutumum 2 dəfə artmış oldu. Tutum 2 dəfə artdıqda nöqtələr arasında gərginlik necə dəyişir? Biz bilirik ki, U bərabərdir Q bölünsün S-dir. Və şərtdə deyib ki, yükləndikdən sonra mənbədən ayrılmış, yəni Q-yə sabit verib. Onda S-nin qiyməti 2 dəfə artıbsa, avtomatik U-nun qiyməti 2 dəfə azalmalıdır. Cavabın A variantı olacaq və salam. Gəldi 27-yə. Yüklənərək mənbədən ayrılmış, yenə Q bərabərdir konstant deyirsən. Müstəvi hava kondensatorunun enerjisi 30 milli-jouldur. Yəni, W bərabərdir Q kvadratı bölünsün 2S0. Yəni, hava kondensatoru üçün. Biraz da açıq yazsam, Q kvadratı bölünsün 2 epsilon 0 S böl D-də qalxır yuxarı. Bu qiymətimiz, deməli, bizdən ötürü 30-dur. 30 milli-joule. Bəs deyir ki, dielektrik daxil eləsəm, yəni Q kvadratı bölünsün 2S necə olacaq? Q kvadrat bölünsün 2. S-ni açıram. Bu dəfə epsilon, epsilon 0 S böl D-ni qaldırıram yuxarı. Gördüyünüz kimi epsilon məxrəcdədir. Yəni, mən gətirib bu epsilonun yerinə bir dənə 6 qoyanda, bura bir dənə 6 yazanda, onda olur 30 bölünsün 6. Çünki, bax, bu qiymət, bax, bu hissə, bax, bu hissə. Bu hissə özü elə mənə 30-u verir. 36-ya bölürəm olur 5 milli-joule.
Yenə son qiyməti soruşmur ha, deyir nə qədər azalar. Sən də deyirsən 30 çıxılsın 5 bərabərdir 25 millijoule azalmış olacaq. Bu qədər. Bu başlıqla ki, bu yarım başlıqla ki, indi qurtardıq. Artıq növbəti məsələdə kondensatorların ardıcıl və paralel birləşdirilməsinə baxasıyıq.